Biri var imiş, biri yox imiş. 40 günün çərşənbə axşamı. 40-ı da çıxmamış, uzaq-uzaq otlaqda bir öküz sürüsü yaşayarmış. Onlarla qonşuluqda da aslanlar yaşayarmış. Hansı ki, hər gün gəlib öküzlərə hücum edirmişlər. Amma ha vaxt ki, öküzlər yan-yana, çiyin-çiyinə birlik olurdular, aslanlar heç nə eləyə bilmirmiş. Aslanları geri itələyirmişlər. Zaman keçdikcə aslanlar bunlardan qorxmağa başlayır. Deyirlər, ay, bunlarla bacarmaq olmur, duraq gedək buralardan. Amma içlərindən biri ən hiyləgər olanı deyir. Dayanın, heç yerə getmirik. Mənim bir planım var. Əlinə alır ağ bayrağı, gəlir öküzlərin yanına. Hörmətli öküz bacılar və qardaşlar. Bəli, düz deyirsiniz. Sizə dəfələrlə hücum eləmişik. Amma bir dənə fikirləşin, niyə eləmişik? Bax, o sarı öküz var, onun rəngi fərqlidir. Bizim gözümüzü qamaşdırır, fikrimizi yayındırır. Bizim sizlə heç bir problemimiz, zadımız yoxdur. Bir dənə onu verin, qutarsın bu söz-söhbət. Öküzlər yığışır bir yerə, nəsə məsləhət eləyirlər. Uzun-uzadı fikirləşirlər. Sonra deyirlər ki, əşin nə olası deyib, bir dənə öküz də, onsuz da rəngi də fərqlidir. Və sarı öküzü verirlər. Bir müddət sakitçilik olur. Aslanlar görsənmir. Amma nətər deyirlər, kava iynə gəlir, görür ki, eşşəyə dağlayırlar. Neçə gündən sonra təpənin başında həmin o hiyləgər aslan. Gördünüz da, nə narahat elədik, nə də hücum elədik. Biz valla sakit adamlarıq. Amma bir dənə xırda problemimiz var. Sizin o uzun quyruqlu var, bizi narahat edir. Onu verin geçsin. Boz öküz yığır bütün bu sürünün başçılarını, deyir, bütün sürünün salamaçılığı üçün bir dənə öküz də, yəni. Bir dənə öküz. Quyruğu da fərqlidir özdə bizdən. Verək geçsin. Onu da verirlər. Beləcə sarı öküz, uzun quyruqlu, xallı bir azalır öküzlər. Aslanlar da səbəb zad demir, ha. Gəlir birbaşa deyirlər ki, verin filan öküzü, yoxsa girib dağıdarıq. Öküzlərin heç bir taqəti qalmır. Heç kimin səsi çıxmır. Axırda qalanlardan biri soruşur boz öküzdən. Nə oldu bizə? Əvvəllər aslanların qabağında güclüydük. Onlar bizdən qorxurdular və biz bu savaşı hava uduzduq. Boz öküz baxır, gözləri dolur. Səsi titrəyir. Biz bu savaşı sarı öküzü verəndə uduzduq. Sürünün diqqətinə sarı öküzü verməyin. İtire gəlirik. Biri qeyrətini, namusunu itirir. Biri ağılını, biri də bəxtini. Kimlər itirmir axı, Kim itirmir ki bu dünyada?